Ne üçün müəllim safsa qoymaq üçün? Sayın olursa, sahiplerine lider sonra karşılaştığı parça diye bilebiliyor o zaman. Yani. Duyuyor hanım, exactly one solution diyende şey içenden hoş geçirik. Yəni mənlə əmzal da aynen B bir dənə fərqli olmalılar və sınav olmalılar. Tamam. Bəs bir-birlərinə bərabər olsa və sıfır olsa nə olur Nicat xanım? Bir-birlərinə bərabər olsa, sıfır olsa, yəni A da B də sıfır olsa, Infinity minus solution. 0x və sıfır olmalı. Yaxşı. Mehdi bəy. A və B-nin biri sıfır. No solution deyəndə, yəni həlli yoxdur bu xətti tənliyin deyəndə, nə tətbiq edirik? Sonsuz. Ya anlaşılır. Ben hello. Qısaca tənliyi deyirik, hansı da Aylin xanım tənliyi. sıfır bərabərdir A, amma A sıfırdan fərqli olsun. Super, bəli. A sıfırdan fərqlidir. A sıfıra bərabər olsa müəllimənin dediyi durumda. Yəni A sıfıra bərabər olsun, Müəllimə Aylin müəllimə 0x bərabərdir, 0 olsa nə olur? Infinitely minus olur. Yəni sonsuz sayda. Niyə sonsuz saydadır? Yerine koysan bu yerine sıfır. Bəli. Sübhan müəllimin dediyi kimi x'in yerinə qoysan 5 də qoysan 0. Buyurun. Milyon da qoysan 0 milyon olur 0, okey? SAT-də xətti təmin istəyəndə mövzu izahı adına bunu bilsək, bəs eləmir. Mən niyə sarsız ekranda? Hə? Ekranda sarısız. Ekrana mən şey eləmişəm, ayarları gözüm yorulmasın deyə rəngləri falan tonlarını ayarlamışım. Yo, normal videoda paylaşanda siz nə deyəcəksiniz, mən elə deyirəm. O için Trabzonspor. Trabzon sonra ne olur? Çok ciddi elmi müzakereler getirdim. Sizin valideniz var mı bizim şeyde? Bu kontaklarda. Tamam, görmeyeceğiz onu daha zor. Belə bilməyəcək sizə mənim. Tamam. Bir de xətti təminlərlə görə bilməmiz gereken just one thing, just last thing. Soldakı müsbəti sağa göndərsək, mənfi olur, mənfini sağa göndərsək, müsbət olur, vurmanı sağa göndərsək, bölməni sağa göndərsək, vurma, vəssalam. You are free, do whatever you want. That's not start. Ay, yeni. Ay, deyim mən.